Deməli, Atropatena dövləti eramızdan əvvəl 321-ci ildə Azərbaycanın cənubunda Atropat tərəfindən yaradılmışdır. Baxın, 321-ci ildə eradan əvvəl 4-cü əsrin ikinci yarısıdır. Bəzən sizi çaşdırmaq üçün deyər ki, Atropatena dövləti eradan əvvəl 4-cü əsrin birinci yarısında yaranır. Yəni, diqqətli olun, ikinci yarısındadır. Harda yarandı? Azərbaycanın cənubunda. Deməli, paytaxtı da oldu Qazakı. Deməli, siz paytaxtı harda axtarmalısınız? Azərbaycanın cənubunda, Urmiya gölünün düz aşağısında. Elə Manna dövlətinin ərazisində. Deməli, Atropatena təbii ki də quldar monarxiya dövləti idi. Deməli, Atropatena, Albaniya və Manna. Üçü də bunlar necədir ictimai-siyasi quruluşuna görə quldar monarxiya dövlətidir. Həm Atropatena, həm də ki Albaniya Makedoniyalı İskəndərin imperiyasının parçalanması nəticəsində yaranıb. Bəzən sizi çaşdırmaq üçün deyər ki, Makedoniyalı İskəndərin şərqi yürüşü zamanı yaranıb və yaxud da ki Roma imperiyasının parçalanması nəticəsində yaranıb. Yəni bunlar səhvdir. Düz olan nədir? İskəndərin imperiyasının parçalanması. Deməli, Atropatenanın ərazisində Maq, Mük, Kaspi və Kadusi tayfaları yaşayırdı. Baxın, bu Kaspi və Kadusi tayfaları həmçinin Albaniya ərazisində yaşayır. Ona görə biz bu tayfalara deyirik ki, həm Azərbaycanın cənubunda, həm də Azərbaycanın şimalında yaşayan tayfalardır. Məsələn, sizə sual verə bilər. Atropatena və Albaniyanın yaranmasının Azərbaycan üçün əhəmiyyəti nədir? Deyəcəksiniz ki, bizim dövlətçilik ənənələrimiz bərpa oldu, daha da inkişaf etdi və türk xalqı formalaşmağa başladı. Deməli, bizim dövlətçilik ənənələrimiz yaranıb Manna dövlətinin yaranması ilə, onun bərpası, daha da inkişafı Atropatena və Albaniyanın yaranması ilə. Bir də ki, türk xalqı formalaşıb 4-cü əsrdə eradan əvvəl. Burada sizi necə çaşdırır? Baxın, bu xalqın yerinə türk milləti yazır. Bizim millətimiz 19-cu əsrdə formalaşacaq. Hələ burada türk xalqıdır. Deməli, eradan əvvəl 223-cü ildə Atropatena qonşuluğunda yerləşən Selevki dövlətinin hökmdarı 3-cü Antiox Atropatena üzərinə qəflətən hücum edir. Bu zaman da Atropatena hökmdarı Artabazan idi. Və Atropatena hökmdarı Artabazan Selevkilərdən nə olur? Asılı hala düşür. Neçənci ildə? Eradan əvvəl 223-cü ildə. Eradan əvvəl 190-cı ildə Roma ilə Selevkilər arasında Magneziya döyüşü baş verir. Kimlər arasında? Roma, Selevki. Görürsünüz, Atropatenaya heç bir aidiyyəti yoxdur bu Magneziya döyüşünün. Bu döyüşdə Roma dövləti qalib gəlir, Selevkilər məğlub olur və zəifləyir, parçalanmağa başlayır. Elə bundan istifadə edən Atropatena dövləti yenidən öz müstəqilliyini bərpa edir, Selevkilərin tərkibindən çıxır. Sizə belə asant verməz. Necə verər? Deyər ki, sual verir. Deyir, eradan əvvəl 3-cü əsrin ikinci yarısında Atropatena dövlətinə aid olan hadisəni seçir. Baxın, elə baxın, bu 323 neçənci əsrdə, 3-cü əsr, neçənci yarısı, ikinci yarısı. Deməli, 3-cü əsrin ikinci yarısında Atropatenada nə olur? Öz müstəqilliyini itirir, Selevkilərdən asılı hala düşür. Və yaxud da necə deyər? Deyər ki, eradan əvvəl 2-ci əsrin əvvəllərinə aid olan hadisəni tapın. Baxın, 190 neçənci ildir? Eradan əvvəl 2-ci əsrdə, eradan əvvəl 2-ci əsr və 2-ci əsrin əvvəlləri. Deməli, eradan əvvəl 2-ci əsrin əvvəllərində Atropatena öz müstəqilliyini yenidən nə edib? Bərpa edir. Baxın, testlərdə bu sualları görəcəksiniz. Daha sonra eradan əvvəl 2-ci əsrdə Parfiya ilə Roma Respublikası ön Asiya uğrunda başladılar bir-biri ilə mübarizə aparmağa. Bu zaman Atropatena dövləti gedir kimlə yaxınlaşır? Parfiya dövləti ilə yaxınlaşır. Bunun da səbəbi nə idi? Çünki Romanı öz müstəqillikləri üçün təhlükə hesab edirdilər. Ona görə nə edirlər? Müttəfiq olurlar. Deməli, eradan əvvəl 1-ci əsrin birinci yarısında Roma sərkərdələri olan Lukonla Pompey şərq ölkələrinə yürüş təşkil edirlər. Şərq ölkələri deyəndə hansı ölkələr nəzərdə tutulur? Yəni Asiya ölkələrinə. Yəni Atropatenaya da yürüş edirlər. Bu yürüşün nəticəsində Atropatena dövləti Romadan asılı hala düşür. Amma tam asılı yox. Çünki niyə? Öz müstəqilliyini, daxili müstəqilliyini qoruyub saxlamışdı. Biz hardan bilirik ki, Atropatena daxili müstəqilliyini qoymuşdu? Əgər bir dövləti yerli hökmdarlar, yəni dövlətin öz hökmdarları idarə edirsə, bu dövlət daxilən müstəqildir. Sadəcə xarici cəhətdən başqa dövlətdən asılıdır. Elə Atropatenada da elə idi. Asılı hala düşsə də Romadan, amma dövləti daxildə kim idarə edirdi? Öz yerli hökmdarları idarə edirdi. Ona görə deyirik ki, daxili müstəqilliyini qoruyub saxlamışdı. Eradan əvvəl 53-cü ildə Roma ilə Parfiya arasında Parra döyüşü baş verir. 53 neçənci əsrdir? Eradan əvvəl 1-ci əsrin birinci yarısı. Bu döyüşün nəticəsində, deməli, Roma ordusuna sərkərdə Kras başçılıq edirdi. Döyüşün nəticəsində Romalılar nə olur? Məğlub olur. Deməli, Parra döyüşündə Romalılar məğlub olur, Parfiya qalib gəlir. Bu döyüşdə Parfiyanın müttəfiqi isə Atropatena idi. Məşhur Yunan tarixçisi, coğrafiyaçısı olan Strabon öz əsərində deyir ki, bu döyüş haqqında yazıb. Deyir ki, Atropatena bu dövrdə o qədər güclüydü ki, bu döyüşə 10.000 süvari, 40.000 isə piyada çıxartmışdı. Süvari də nə deməkdir? Atlı qoşunuydu. Deməli, eradan əvvəl 38-ci ildə yenidən Roma ilə Parfiya arasında döyüş olur. Amma bu döyüşdə kim qalib gəlir? Artıq Roma ordusu qalib gəlir. Deməli, Karra döyüşündə qalib gəldi Parfiya ilə olan müttəfiq Atropatena. 38-ci ildə baş verən döyüşdə qalib gəldi Roma qoşunları. Deməli, eradan əvvəl 36-cı ildə Roma sərkərdəsi olan Antoni şərq ölkələrinə, yəni ki, Atropatenaya yürüş təşkil edir. Bu zaman Antoni Atropatenanın Fraspa şəhərini mühasirəyə alır. Bu dövrdə Atropatenada isə hökmdar Artabazdı idi. Elə Artabazla Antoni arasında Fraspa şəhəri yaxınlığında 36-cı ildə Fraspa döyüşü olur. Bu döyüşdə Artabaz və onun müttəfiqi olan Parfiya dövlətini yeyir, Antoni məğlub edir və Atropatenadan qovur. Yəni ki, Fraspa döyüşündə kim qalib gəlir? Atropatenalılar qalib gəlir.
Və hətta burada Artabaz Roma legionunun bayrağını xalqa nümayiş etdirərək deyir ki, mən Roma üzərində nə etdim, ey millət, qələbə qazandım. Legion Roma ordusunun bayrağı, yəni Roma ordusu deməkdir. Deməli, belə bir vaxtda, yəni ki, eradan əvvəl 36-cı il Fraska döyüşündən sonra Atropatena ilə Parfiya arasında münasibətlər pisləşir. Yəni dostlar arasında münasibətlər pisləşir. Bu münasibətlərin pisləşmə səbəbi nə idi? Çünki bu Parfiya dövləti Atropatena nə etmək istəyirdi? İşğal edib öz tərkibinə qatmaq istəyirdi. Elə bunu görən Atropatena hökmdarı Artabazd nə etdi? Xarici siyasətdə dəyişiklik etdi. Parfiya dövləti ilə uzaqlaşıb, Roma imperatoru Oktavian Avqustdan diplomatik əlaqələr qurdu. Biz burada görürük ki, baxın, bu döyüşlər var, Karra döyüşü olsun, 38-ci il döyüşü, Fraska döyüşü. Döyüşlərdə hamısında Roma nədir? Respublikadır. Amma baxın, dostluq əlaqəsi, diplomatik əlaqələrdə nədir? Roma imperiyadır. Yaxşı. Deməli, Artabazd Roma imperatoru Oktavian Avqustdan yaxınlaşdı və oğlu Ariobarzanı Romaya göndərdi və Ariobarzan Romada 10 ilə yaxın yaşadı. Eramızdan əvvəl 20-ci ildə isə Artabazd vəfat edir. Bu zaman Oktavian Avqust Artabazdın oğlu Ariobarzanı neyinir? Atropatenada hakimiyyətə gətirir. Deməli, sizə sual versə ki, Oktavian Avqustun köməyi ilə hakimiyyətə gələn Atropatena hökmdarı, deyəcəksiniz kimdir? Ariobarzandır. Deməli, Ariobarzan həmçinin Kiçik Asiyada yaşayan ermənilər üzərində də hakimiyyətə malikdir. Və bu, yəni Ariobarzan eramızın 1-ci əsrin əvvəllərinə qədər də hakimiyyətdə olmuşdu. Hətta Roma tarixçisinin bir əsərində yazır ki, bu Ariobarzan cismani gözəlliyi və mənəvi keyfiyyətlərinə görə digər Atropatena hökmdarlarından fərqlənirdi. Deməli, Atropatilər sülaləsinin sonuncu nümayəndəsi isə olacaq Ariovast. Baxın, Atropatdan ta Ariovasta qədər hakimiyyətdə olan bütün hökmdarlar Atropatilər sülaləsinə mənsub olub. Yaxşı. Eramızın 20-ci illərində bu Ariovast nə olacaq? Öləcək. Elə Ariovastın ölümündən sonra Parfiya bundan istifadə edir, Atropatenanın başsız qalmasından istifadə edir. Gəlir Atropatenanı nə edir? İşğal edir və bununla da Atropatena dövləti süqut uğrar. Neçənci ildə? Bizim eranın 20-ci ili. Deməli, baxın, bura diqqət. Eradan əvvəl 20 desə sizə, deyəcəksiniz ki, Artabazd ölüb, hakimiyyətə oğlu Ariobarzan gəlib. Amma bizim eranın 20-si desə sizə, bizim eranın 20-si, onda isə deyəcəksiniz ki, Atropatena dövlətinin varlığına son qoyulub. Yəni, bu eradan əvvəl sözünə həmişə fikir verin. Daha sonra gəlsək, bir də bunu deyim ki, Atropatena dövləti süquta uğrayandan sonra Parfiya Azərbaycanın cənubunu tutur və burada Parfiya Arşakilər sülaləsini hakimiyyətə gətirir. Və artıq Atropatena bir ərazi kimi qalır, dövlət kimi yox. Mədəniyyətə gəlsək, Atropatenada atlar çox məşhur olduğuna görə Çinə gedirdi Atropatena atları və Çinlilər bu atları səma atları adlandırırdılar. Daha sonra Atropatenanın nefti məşhur idi, mirya yağı deyilirdi neftə. Deməli, biz bilirik ki, Makedoniyalı İskəndərin şərqə yürüyüşü zamanı Azərbaycanın hansı mədəniyyət yayılmışdı? Ellin, yəni ki, Yunan mədəniyyəti yayılmışdı. Həm Atropatena dövlətində, həm də Albaniya dövlətində Yunan mədəniyyətini görmüşük biz. Deməli, hardan bilirik Atropatena və Albaniyada Yunan mədəniyyəti olub? Çünki baxın, həm Atropatena, həm Albaniyada Yunanistana məxsus olan kiramidlərdən istifadə olunurdu. Yunan yazısı var idi və Yunan tanrılarına sitayiş edirdi həm Atropatena, həm Albaniya. Bir də burada Kerifto məbədi var, Yunanların Kerifto məbədi. Bu sadəcə Atropatena dövlətindədir. Bu Kerifto məbədinin divarlarında Yunan tanrısı olan Heriklın təsvirləri çəkilib. Yaxşı, Kerifto məbədi sadəcə hara aiddir? Atropatenaya. Atropatena dini inanclara gəlsək, təbii ki də çox tanrılıq mövcuddur. Çünki Yunan tanrılarına sitayiş edirlər, birdən çox tanrıya. Bir də burada Zərdüştlük dini məşhurdur. Zərdüştlük dini eradan əvvəl 7-6-cı əsrdə yaranan bir dindir. Yəni, baxın, Atropatena özü yaranıb 4-cü əsrdə. Düzdür, Zərdüştlük dini haçan yaranıb? 7-ci əsrdə. Yəni ki, belə sual görürsəz ki, deyir ki, Zərdüştlük dini Atropatenanın yaranması ilə yaranıb. Yox, Atropatenanın əvvəl olan bir dindir. Zərdüştlüyün baş məbədi yerləşirdi Qazaka şəhərində. Yəni ki, Atropatenanın paytaxtında yerləşirdi. Zərdüştlüyün müqəddəs kitabı isə Avesta idi. Bu Avesta kitabı isə Makedoniyalı İskəndər tərəfindən, yəni ilk nüsxəsi Makedoniyalı İskəndər tərəfindən eradan əvvəl 30-cu ildə yandırılmışdı.